Başlayaq uşaqlar. Bugünkü dərsimiz nisbə vəzlikdir. Nisbə vəzlik çox önəmli mövzudur. Hamınız diqqətlə qulaq asın. Başa düşmədiyiniz hissə olanda kəsib soruşarsınız. Demək olar ki, qəbula hər il düşür. Ümumiyyətcə nisbə vəzlik nədir desəz, nisbə vəzliklər özündən əvvəl gələn ismi təyin edən əvəzliklərə deyilir. Birinci başlayaq nisbə vəzlikləri tanıyaq ki, nisbə vəzliklər hansılardır. Sonra ayrı-ayrı hamısı haqqında məlumat verəcəm. Deməli, who'dur. Kimi ki insana aiddir. Whom'dur. Eyni şəkildə kimi kimə insana aiddir. Yəni siz hardakı who gördünüz, whom gördünüz. Bilin ki, özündən əvvəl gələn isim həmişə insana aid olmalıdır. Canlı isim olmalıdır. Whose kiminki həm insana aiddir, həm də cansıza aiddir. Which hansı ki ancaq cansıza və heyvana aiddir. Zət yeganə olan əvəzliyimizdir ki, bunların hamısından işlənə bilər. Canlı, cansız, heyvan, hər şeyə aid edə bilərik. Və yadınızda saxlayın ki, what deyə bir nisbə əvəzlik yoxdur. Sizdən soruşsa ki, sualda deyəcək ki, choose the correct relative pronoun. Nisbə vəzlik relative pronoundur. Sizdən sualda soruşsa ki, düzgün nisbə vəzliyi götürün. Siz variantdan avtomatik olaraq votu çıxacaqsınız. Zət bağlayıcısı dedik ki, hamısına aiddir. Sadəcə bir dənə istisnamız var ki, zət bağlayıcısı who's-u əvəz eləmir. Who's-dan başqa yuxarıda saydığım bütün nisbə vəzlikləri zət bağlayıcısı əvəz eləyə bilər. Və bayaq da dedim ki, nisbə vəzliyi özündən əvvəl gələn ismi təyin edir. Nisbə vəzlikdən əvvəl biz həm işlədə bilərik isim, həm də işlədə bilərik əvəzlik. İndi bir-bir keçək baxaq ki, nisbə vəzliklər nə olan şeydir. Birinci başlayırıq who'dan. Who dedik ki, insana aiddir. Yalnız insana aid olan mübtədanı əvəz eləyir. Kim ki, kimi ki deməkdir. Deməli, who'dan əvvəl gəlir insana aid isim və ya əvəzlik. Əvəzlik də deyəndə hansı əvəzliklər gələ bilər? Biz demişdik ki, ancaq şəxs əvəzliklərdir ki, mübtəda rolunda çıxış edə bilər. İstifadə edədiyimiz əvəzlik də insana aid olan bir əvəzlik olmalıdır. Özündən sonra gəlir ya who ya da zət. Zəti niyə yazdıq bura? Çünki dedik ki, zət hamısını əvəz edə bilər. Whose istisna idi. Ondan sonra da gəlir xəbər. Və yadınızda saxlayın ki, nisbə əvəzlikdən sonra gələn xəbər nisbə əvəzlikdən əvvəl işlənən mübtədadan asılıdır. Yəni ki, sizin bu xəbəriniz burada gələn isimdən və yaxud da əvəzlikdən asılıdır. Baxaq o nə deməkdir? Example'lara baxsaq uşaqlar. Baxın, birinci gəlir insanı əvəz edən canlı isim. Boy, oğlan. Özündən sonra gəldi həm who, həm də zət. Çünki zət hamısını əvəz edir. Xəbərimiz də nədədir? Təkdədir. Niyə? Çünki xəbərdən əvvəl gələn isim, xəbərin təyin etdiyi isim təkdədir. A boy who knows everything, that knows everything is my friend. Deyir ki, hər şeyi bilən oğlan mənim dostumdur. Və yaxud da belə tərcümə edirsiniz ki, oğlan kim ki, hər şeyi bilir, mənim dostumdur. Eyni şeydir. Sonra baxırıq bura. Students, cəm xəbərdir. Özündən sonra yaza bilirik həm who-nu, həm də zəti. Xəbərimiz niyə cəmdə oldu? Çünki xəbərin təyin etdiyi isim cəmdədir. Students who are self-confident and diligent always achieve what they want. Deyir ki, özgüvənli və çalışqan olan şagirdlər istədiyi hər şeyi əldə edə bilərlər. Və yaxud da deyə bilərsiniz ki, şagirdlər hansı ki özgüvənli və çalışqandır, istədiyi hər şeyi əldə edə bilər. Eyni şeydir. Sonra baxırıq üçüncüyə. John. John nədir? Canlı isimdir və təkdədir. Özündən sonra gəlir who, həm də gəlir zət və xəbərimiz də nədədir? Xəbərimiz də təkdədir. Niyə? Çünki xəbərimizin təyin etdiyi isim təkdədir. Tək isimdir, tək cansız isimdir. John who is lazy və yaxud da that's very lazy doesn't do anything. Deyir ki, tənbəl olan John heç nə eləmir və yaxud da deyə bilərik ki, John kim ki tənbəldir, heç nə eləmir. Eyni şeydir. Sonra baxaq whom-a. Whom kimi kimə deməkdir? Whom da insana aid ismi və ya əvəzliyi əvəz eləyir. Özündən əvvəl yəni gəlir həm insana aid isim ya da əvəzlik. Sonra gəlir whom, sonra gəlir zət, həm də boşluq. Boşluğun nə olduğunu da deyəcəm. Sonra gəlir mübtəda və xəbər. Deyir ki, əgər bağlayıcıdan sonraki cümlə mübtəda ilə başlayırsa, bağlayıcını ixtisar edə bilərik. O da nə deməkdir? Bağlayıcını ixtisar eləmək, ora bir dənə boşluq yazmaq deməkdir. İndi baxaq. Deyir ki, a man whom we saw at the party looked stranger. Deyir, partidə gördüyümüz kişi qəribə görünürdü. Baxın, a man bizim canlı mübtədamızdır. Özündən sonra həm yazırıq whom, həm yazırıq zət, həm də boşluq. Niyə? Çünki dedik ki, əgər bağlayıcıdan sonraki cümlə mübtəda ilə başlayırsa, bağlayıcıdan sonraki cümləmiz haradır? Baxın, uşaqlar bu hissədir.
Bağlayıcıdan sonraki cümlə. We saw at the party look stranger. Cümlə nə ilə başlayıb? Mübtəda ilə, şəxs əvəzi ilə başlayıb. Əgər sizin bağlayıcıdan sonraki cümləniz ya şəxs əvəzi ilə, ya da mübtəda ilə başlayırsa, siz bağlayıcını ixtisar edə bilərsiniz. Yəni variantlarda görəcəksiniz ki, siz tapmışsınız ki, cavab ya humdur, ya da zətdir, amma heç biri cavabda yoxdur. Onun əvəzində bir dənə boşluq yazacaqsınız. Niyə? Çünki bağlayıcıdan sonraki cümləmiz mübtəda ilə başlayır, we ilə başlayır yəni. Ona görə biz bura boşluq da yaza bilərik, heç bir problem yoxdur. Sonra baxaq students, şagirdlər, tələbələr. Whom teacher punished very sad, that teacher punished very sad və yaxud da eləcə teacher punished very sad. Biz niyə burada boşluq yaza bildik? Çünki bağlayıcıdan sonra gələn hissəmiz nə ilə başlayır? Teacher ilə. Teacher də mübtəda deyil. Teacher punished were very sad. Gəlib mübtəda, sonra da gəlib xəbər. Ona görə biz bağlayıcımızı ixtisar edə bilərik. Heç bir problem yoxdur. Yəni siz ora whom da yaza bilərsiniz, that də yaza bilərsiniz, ya da heç nə yaza bilməzsiniz. Yəni heç nə yazmaya bilərsiniz. Sonra baxırıq üçüncüyə. The girl. Bizim canlı ismimiz. Özündən sonra yazdı whom, yazdı that, həm də nə yazdı? Boşluq. Niyə? Çünki bağlayıcıdan sonra gələn cümləmiz mübtəda ilə başlayıb, friends ilə başlayıb. Friends hurt started to weep. Deyir ki, qız, dostlarının incitdiyi qız ağlamağa başladı. Və yaxud da deyərsiniz ki, qız kimi ki dostları incitdi, ağlamağa başladı. Özündən sonra gələn cümləmiz mübtəda ilə başladığına görə biz bağlayıcımızı ixtisar edib, bura boşluq da yaza bilərik. Heç bir problem yoxdur. Bura kimi aydındır hamıya? Aha, bəli. Sonra baxaq söz onu qaydasına. Söz onu qaydası nədir uşaqlar? Söz onu qaydasında biz birinci qoyuruq insana aid isim, ondan sonra gəlir söz önü, whom, mübtəda, xəbər. Və yaxud da ikinci bir versiyada birinci insana aid ismi qoyuruq. Sonra who'nu, zəti və yaxud da boşluğu qoyuruq. Boşluğu da niyə qoyduq uşaqlar? Baxın, formulunda belə özündən sonra mübtəda gəlir. Mübtəda gəldiyinə görə bu hissədə boşluq da ola bilər. Sonra gəlir xəbər. Burada bu sözünü gətiririk, atırıq ən arxaya, gəlir ən axırda. O nə deməkdir? Deyir ki, the boy. Birinci gəldi insana aid ismimiz. To bizim söz önümüz. Özündən sonra gəldi whom. To whom my brother is talking. Və yaxud da birinci yazırıq the boyu. The boydan sonra gəlir who, that, boşluq. Sonra gəlir. Boşluğu niyə qoyduq? Çünki özündən sonra gələn cümlə mübtəda ilə başlayır. My brother is talking to. Söz önümüzü neynədik? Gətirdik, atdıq ən axıra. Yadınızda saxlayın ki, söz önün siz mısız olan hu ilə işlədə bilməzsiniz. To hu yaza bilməzsiniz. Əgər hunu siz burada əvvəldə yazmısınızsa, mütləq gətirib o sözünün bax bu axıra atmalısınız. Əgər siz deyirsiniz ki, hunu mən əvvəldə yazmaq istəyirəm, mütləq o hunun axırında bir dənə m hərfi olmalıdır. To whom olmalıdır. İngilis dilində to whom, to that deyə bir şey yoxdur. Bunu yadınızda saxlayın. Söz önü qaydası ancaq bundan ibarətdir. Əgər söz önümüz əvvəldə gəlirsə, whom-la işlədəcəksiniz, olacaq to whom. Əgər söz önümüz bu axırda gəlirsə, siz bura who da yaza bilərsiniz, that də yaza bilərsiniz, boşluq da yaza bilərsiniz. Boşluğu da dedik hansı təqdirdə yaza bilirik? Baş cümlədən sonra gələn cümləmiz, yəni bizim budaq cümləmiz, əgər mübtəda ilə başlayırsa, o təqdirdə boşluq yaza bilərsiniz, heç bir problem yoxdur. Bir dənə Sonra sualım var müəllim. Bəli, buyur. Burada söz önü dedikdə to. Cümləyə Bəli. nəsə məna qatır yoxsa yox? Biz dedik ki, whom nə deməkdir? Kimi kimə deməkdir, düzdür? Aha, Sən ora bəli. eləcə who yazsan, who kimdir? Amma to whom yazsan, deyirsən ki, kimə ki? Deyir ki, the Sadəcə boy. whom yazsam, Sadəcə whom yazsan, axıra bir dənə to yazmalısan. Bu ancaq söz önü qaydasına aiddir. Əgər sənin cümləndə söz önü varsa, sən narahat olma, yəni özündən ora söz önü qoymağa ehtiyac yoxdur. Cümlədə qoyacaqlar, görəcəksən ki, to var, söz önü var. Sonra bax bu whom-un yerinə belə boşluq qoyacaq ki, ora hansı nisb əvəzliyi qoya bilərsən. Onda bilərsən ki, whom gəlməlidir. Əgər bu whom-un yerində nöqtələr varsa, özündən əvvəl söz önüdürsə, whom qoyacaqsan. Əgər burada söz önü cümlənin axırındadır, amma bu hissəyə nöqtələr qoyubsa, onda who, that, bir də boşluq qoya bilərsən. Boşluğu da əgər tamam. cümlə mübtəda ilə başlayırsa. Tutdun Tamam. niyəsin? Başa düşdüm. İndi keçək who's-a. Who's da uşaqlar kimin deməkdir? Özündən əvvəl
isim gəlir. Özündən sonra da artiklsız isim gəlir. Ümumiyyətcə, whose kimin deməkdir və biz də bilirik ki, kimin deyəndə yiyəlik hal nəzərdə tutulur. Yiyəlik halda nə idi? Apostrof S-lə işlənənlər. İndi baxaq. Whose-dan əvvəl gələ bilər istənilən isim, whose-dan sonra da gəlir isim. Amma orada təyin işlənə bilməz. O nə deməkdir? Baxaq, dedik ki, whose-dan əvvəl gəlir istənilən isim. The girl. Çünki dedik ki, whose-u biz həm canlıya aid edə bilərik, həm də cansız aid edə bilərik. The girl özündən sonra baxın gəldi isim. Whose bag was stolen cried loudly. Deyir ki, çantası oğurlanan qız ucadan ağlamağa başladı. Tutaq ki, sizin testdə tapa bilmirsiniz bu who's-un yerinə yazmalıyıq. Boşluq qoyub, amma tapa bilmirsiniz. Onda siz bu who's-u görməzdən gəlin. Görün bu the girl-a apostrof S artıranda uyğun gəlir. Baxın, the girl's bag, qızın çantası. Görürsünüz, yiyəlik hal artıranda əvəz eləyə bilirsiniz. Çünki biz zaten bilirik ki, ingilis dilində yiyəlik hal olanda apostrof S-dən düzəlir. Bu who's-u görməzdən gəlin, apostrof S-i artırın. Görün, özündən sonraki ismi aid eləyə bilirsiniz. Əgər aid eləyə bilirsə, who's yaza bilərsiniz. Heç bir problem yoxdur. İndi o birisinə baxaq. Writer, yazıcı, whose article was sent to the university will be discussed. Baxın, who's-u burada görməzdən gəlsəz, writer-ə bir dənə apostrof S artırsaz. Writer's article was sent to the university will be discussed. Deyir ki, universitetə məqaləsi göndərilən yazıçının məqaləsi nə olacaq? Müzakirə olunacaq. Bunu digər necə tərcümə edə bilərsiniz? Yazıcı kimin ki məqaləsi universitetə göndərilib, müzakirə olunacaq. Eyni şeydir. Sadəcə görün ki, həmin o birinci gələn ismi apostrof S artıranda özündən sonra gələn bu ismi aid eləyə bilirsinizmi? Əgər aid eləyə bilirsə, whose yazırsınız, heç bir problem yoxdur. Ya da ki, baxın, belə də baxmaq olar. İki dənə ismin arasında gələn bağlayıcı vəzih hansı olur? Daha doğrusu nisbə vəzih whose olur. Özündən sonrakini apostrof S artırın və yaxud da görün onu aid eləyə bilirsə, deməli onun yerində whose olmalıdır. Whose'u da dedik ki, həm canlıya, həm də cansız aid eləyə bilərik, fərqi yoxdur. Sonra baxaq which-ə. Təyin müəllim EZN-dir. Bəli, Təyin dediyimiz. bəli, article-lar. Tamam. Yəni ki, orada buradan sonra whose a bag yaza bilməzsən, whose the bag yaza bilməzsən, olmaz elə yazmaq. Təyin odur. Sonra baxaq which-ə. Dedik ki, which ancaq cansızlara və heyvanlara aiddir. İsmi ya da ki, əvəzliklə işlənir. Heyvanlara və ya cansıza aid olan isimlərlə və əvəzliklərlə işlənir. Which-in formulu necədir? Eyni qaydada özündən əvvəl ya gəlir cansız isim, ya da heyvana aid olan isim. Sonra gəlir which, sonra gəlir that. Boşluq da yaza bilərik. Hansı təqdirdə? Əgər özündən sonra, baxın bunu bura yazaq. Boşluğu hansı təqdirdə yaza bilərik? Əgər özündən sonra gələn cümlə mübtəda ilə başlayırsa, mübtəda xəbər şəklindədirsə. Baxaq. Deyir ki, a bag, cansız isim. Özündən sonra gəldi which, that, boşluq. Boşluq da niyə gəldi? Çünki özündən sonra gələn cümlə əvəzliklə başlayır. I bought looks colorful. Əvəzliklə deyəndə mübtəda ilə başlayır. İkincisinə baxaq. Baxın, the articles. Məqalələr, which, that, boşluq. Boşluq niyə gəldi? Çünki özündən sonra gələn cümləmiz I ilə, mübtəda ilə başladı. Animals, which are very wild, that are very wild. Burada niyə boşluq yazmadıq uşaqlar? Çünki özündən sonra gələn cümlə birbaşa xəbərlə başlayıb. Birbaşa xəbərlə başlayıbsa boşluq yazmırsınız. Birbaşa mübtəda ilə başlayırsa boşluq yaza bilərsiniz. Heç bir problem yoxdur. Tək fərqi odur. Və söz önü qaydası eyni şəkildə which-ə də aiddir. Dedik ki, which gələndə birinci yazırıq söz önün, sonra yazırıq which-i, ya da mübtəda xəbəri, ya da ki, söz önün gətiririk, atırıq ən arxaya. Burada olur which, that, boşluq. Birbaşa söz önü gəlibsə, ancaq which işlədirik. Əgər söz önümüz ən axırda gəlibsə, onda which, that, boşluq yazırıq. İndi baxaq. Music, baxın, birbaşa söz önü gəldi. Birbaşa söz önü gəldiyinə görə ancaq which işlənir. Sonra yazır I am listening, mübtəda xəbərlə başlayır. Amma yazır ki, which, daha doğrusu music, sonra gəlib which, that, boşluq. Boşluq da niyə gəldi? Mübtəda ilə başlayıb cümləmiz. Söz önündə neyiniyib? Gətirib atıb ən axıra. Əgər söz önün ən axıra atıbsa, yazırıq which, that, boşluq. Əgər söz önümüzü əvvəldə veribsə, söz önündən sonra bir dənə which-i yazırıq. Başqa heç nə yazmarıq. Sonra baxırıq story. Cansız isim. Özündən sonra birbaşa gəlib söz önü. Birbaşa söz önü gəldiyinə görə ancaq which yazıb. Amma burada
sözünün gətirdi ən axıra atdığına görə which-i də yazırıq, z-i də yazırıq, boşluğu da yazırıq. Boşluğu da niyə yazırıq? Çünki gələn cümləmiz mübtəda ilə başlayır. Mübtəda ilə başladığına görə də boşluq yazırıq. Sonra baxaq. Burada bir dənə qeydimiz var. Deyir ki, the only thingdir, somethingdir, nothingdir, anything və everythingdən gələn özündən sonra gələn cümləmiz z-lə boşluqla başlayır. Və bir də uşaqlar, bunlara all aiddir. All da o təqdirdə aiddir ki, əgər cansıza aiddirsə. Cansıza aid olanda bura all da aid olur. İndi baxaq. Dedik ki, everything-lə başlayıbsa özündən sonra ya z gəlir, ya da boşluq gəlir. Deyir ki, tell me, mənə denən everything, hər şeyi. Z özündən sonra birbaşa xəbər gəldiyinə görə boşluq yazmayıb. Is essential for our future. Mübtəda gəlmədiyinə görə boşluq yaza bilmərik. Çünki cümləmiz birbaşa xəbərlə başlayıb. Sonra bura baxaq. I don't have to tell anything. Anything-dən sonra həm gəlib z, həm də gəlib boşluq. Niyə? Çünki gələn başlayan cümləmiz birbaşa mübtəda ilə başlayıb. Mübtəda ilə başladığına görə z də yaza bilərik, boşluq da yaza bilərik. Sonra baxaq. Dedik ki, all cansıza aid olarsa bura aiddir. Deyir ki, onun mənə görə elədiyi hər şey danılmazdır. Onun mənə görə elədiyi hər şey cansız bir şeydən söhbət getdiyinə görə biz burada all-u özündən sonra z-lə işlətmişik. All gəlib, sonra özündən sonra z gəlib. He did for me is undeniable. Birbaşa xəbər gəldiyinə görə, baxın uşaqlar bunu qarışdırmayın. Bu özü ümumi bir yerdə birləşmədir. Siz deyirsiniz ki, z-dən sonra he gəlib, yox. Bu kruqa aldığım hissə onun mənə görə elədiyi hər şey. O söz birləşməsidir. Özündən sonra birbaşa xəbər gəldiyinə görə boşluq yazmayıb, ancaq z yazıb. Baxın, bu hissədə ancaq z yazıb. Sonra bir də bizim var where-miz. Where harda, haraya deməkdir və özündən əvvəl mütləq məkan bildirən isim işlənməlidir. Where-nin bir dənə istisnası var, onu da deyəcəyik, onda which-lə əvəz olunur. Baxın, Şuşa. Bilirik ki, Şuşa məkan bildirən sözdür, düzdür? Şuşadan sonra yazdıq where. Bir də ki, uşaqlar, sizdən xahişim odur ki, where-ni əvəz edəndə birinci boşluqdan sonra gələn, yəni buranı sizə boşluq olaraq verəcəklər də where olan hissəni. Ondan sonra gələn hissəyə bir dənə sual verin. Bax, deyir ki, I went is very attractive. Mənim deyir, getdiyim yer çox cəlb edici idi. Sən sual verəndə hara ki deyirsən də, düzdür? Şuşa və ya I went is very attractive. Deyir, mənim getdiyim Şuşa çox cəlb edici idi. Sonra burada where-dən sonraki yer nədir? She spent time reminds her university years. Deyir, onun vaxt keçirdiyi yer ona universitet illərini xatırladır. Ona universitet illərini xatırladır. Vaxt keçirdiyi yer deyəndə deyirsən hara? Özündən əvvəl nə gəlib? Məkan bildirən isim. Amma bəzən məkan bildirən isimlər işlənəndə, özündən sonraki cümləyə sual verəndə nə və yaxud da nəyi sualına cavab verir. Siz o təqdirdə onda where-ni yox, ora nə yazacaqsınız? Ora which yazacaqsınız. Baxaq burada uşaqlar. Baxın, the cottage, bağ evi. Bilir ki, bağ evi məkan bildirən sözdür, düzdür. Amma ikinci tərəfi oxuyanda və ora sual verəndə görürük ki, hara sualı çıxmır. Nəyi sual çıxır? Bax, deyir ki, I meant is liked by everyone. Mənim düzəltdiyim hər kəs tərəfindən xoşlanıldı. Hara ki xoşlanıldı demirik ki, deyirik nə xoşlanıldı. Baxın, deyir ki, the cottage, which I meant is liked by everyone. Deyir, mənim düzəltdiyim bağ evi hər kəs tərəfindən xoşlandı. Bura biz yazacağıq which, biz yazacağıq z, bir də yazacağıq boşluq. Boşluq da niyə yazırıq? Çünki cümləmiz mübtəda ilə başlayır. Baku is getting bigger day to day, astonish the tourists. Deyir ki, turistləri heyrətə gətirir. Ora demirik ki, hara heyrətə gətirir. Deyir ki, turistləri nə heyrətə gətirir? Onda yazırıq which, bir də z. Boşluğumuz niyə olmadı? Çünki özündən sonra gələn cümləmiz birbaşa xəbərlə başladı. Aydındır hamıya bura kimi? Sualı olan varsa desin bura kimi. Tamam, onda baxaq bunun söz önü ilə işlənməsinə. Yadınızda saxlayın ki, uşaqlar, where nəyə bərabərdir? Söz önü ilə which-in birləşməsinə bərabərdir. Söz önü ilə which birləşəndə bərabər olur where. Bir dənə istisnası var, onda deyəcəyik. Baxın, onda yazırıq which. Z, boşluq, özündən sonra gəlir mübtədə xəbər, söz önü. Söz önünü ən axıra atırıq. Baxaq, Şəki, in which I lived has fresh water. Dedik ki, which birbaşa gəlsə, daha doğrusu birinci söz önü gəlsə, ancaq yaza bilərik which. Amma əgər söz önün axıra atsa, demişdik ki, which z bir də boşluq olur.
Baxın, Şəki, in which I lived has fresh water. Buradakı in which uşaqlar where-yə bərabərdir. Deyək ki, Şəki, harda ki mən yaşayıram, təmiz havası var. Sən nəyi ki yaşayıram deməzsən ki, burada which where-yə əvəz eləyə bilmir. Daha doğrusu where which əvəz eləyə bilmir. Təklikdə which əvəz eləyə bilmir. Və yadınızda saxlayın ki, in zətdir, in where'dir. İngilis dilində elə şey yoxdur. Sizi variantlarda çaşdıracaqlar, in zət yazacaqlar, in where yazacaqlar. Bunları avtomatik olaraq variantdan çıxacaqsınız. Söz önülərlə işlənən yeganə nisbə əvəzliyimiz which-dir. Sonra baxın burada. Söz önün gətirdi, atdı bura. Onda olacaq həm which, həm zət, həm də boşluq. Boşluq da niyə oldu? Çünki özündən sonra gələn cümləmiz mübtəda ilə başlayıb. Şəki which I lived in, Şəki that I lived in has fresh water və yaxud da boşluq. Baxın uşaqlar, bayaq dedim ki, inzət deyə bir şey yoxdur. İnzət ancaq hansı təqdirdə olur? Əgər söz önün gətirib bax bura atsaz. Onda bu in zətə aid olmur. In sadəcə söz öndür burada. Amma birbaşa yanında işlənən ancaq baxın burada olur. In which. Birbaşa yanında bu təqdirdə işlənə bilər. Əgər axıra atmışsa zət də ola bilər, which də ola bilər, boşluq da ola bilər. Boşluq da ancaq özündən sonra gələn cümləmiz mübtəda ilə başlayırsa ola bilər. Bir də ki, bura ancaq in aid deyil, başqa bağlayıcılar da ola bilər. Baxın burada. The chairs on which you are sitting were sold yesterday. Deyir ki, sənin oturduğun stollar dünən satıldılar. Baxın, birbaşa söz önü gəlib deyə özündən sonra ancaq which yaza bilərik. Amma bu gətirib söz önü bura atanda siz bura həm which yaza bilərsiniz, həm zət yaza bilərsiniz. Əgər mübtəda ilə başlayıbsa, boşluq da yaza bilərsiniz, heç bir problemi yoxdur. Bir dənə istisna olan söz önümüz fromdur ki, ancaq where ilə istifadə olunur. Siz də onu nə ilə yadda saxlaya bilərsiniz? Baxın bundan. Where are you from? Deyir, sən hara alsan? Onda fromla işlədikdə düzdür. Olur where are you from? Haradakı from gördünüz uşaqlar. Ondan sonra ancaq where yazacaqsınız. From ancaq where ilə işlənir. The country from where I returned was full of forest. Deyir ki, mənim gəldiyim ölkə meşələrlə doluydu. Burada where ilə işlənəcək. Which ilə işlənə bilməz. İngilis dilində from which deyə bir şey yoxdur. Bunu da yadınızda saxlayın. Aydın oldu hamıya? Bəli. Bura kimi sualınız var? Əgər yoxdursa suallarına baxaq. Baxıb bir də yuxarı qaldırıb üzdən baxın. Bu hissəyə kimi, buradan axıra kimi sualınız varsa verin. Yoxdur sualınız? Gəlin onda suallara baxaq bir yerdə. İyirmi yeddinci suala baxaq. İyirmi yeddinci sualda baxın. Uşaqlar Which ola everything bilər var. müəllim? Yox. Bəs Yox. mən dedim ki, everything gələndə nə işlənir? Everything, Zət. zət işlənir, bəli. Biz də demişdik ki, törəmə vəzliklərimizin xəbəri həmişə necə olur? Təkdə olur. Təkdə Təkdə olur. olduğuna görə də cavabımız nə olacaq? Variant. D variantı, bəli. İndi baxaq başqasına. 39-a baxaq. The gas stove cansız isimdir. 5. Boşluq olacaq. Uşaqlar, Dörd cümləyə olacaq. diqqətlə baxın. Burada nə var? Preposition var. Onda nə olacaq? Veya olmaz. On veya diye bir şey yoktu. Bir getdi. Zət On which olaraq. olmaz. Bəli, on which olmaz. Zaten söz önümüz var. Olacaq zə. 2, 3, 4. 3 ve 2, 3, 4. Bəli. 4'ü də niyə götürdük? Çünki başlayan İki cümləmiz nə ilə var, başlayır? var. İbtida ilə başlayır. İbtida. Bəli. İkinci tərəfi tərcümə eləyə bilərik. She cooked the meal on was very dirty as she hadn't cleaned it for a long time. Deyir ki, gas stove nədir? Bizdə nə deyirlər onu? Duxovkadır. Gaz Deyir ki, onun plitəsi. yemək bişən plitə. Deyir ki, onun yemək bişirdiyi çox çirkli idi. Buna görə də onu uzun müddət təmizləyə bilmədi. Aydın oldu? Aha, bəli. Eşitmədin? Yox, Demək
Aydındır. Eşittim, anlamadım. Deyir ki, onun yemək pişirdiyi qaz plitəsi çox çirkli idi. Buna görə də uzun müddət onu təmizləyə bilmədi. Ha. Gəl baxaq başqasına. Otuz yeddiyə baxaq. Yəni soruşmaq istəyirdim ki, o qoyulan boşluğun yerində qoyulan sözə görə tərcüməsi dəyişmir də elə. Təxmini eyni Xeyr, qalır. dəyişmir. Bəli, eyni qalır. Aha. Neçəyə dedik biz? 37-yə. 37-yə baxın. Hum olar da elə. Necə? 1-5. 1-5. Bəli. Bəs burada nə var? In. Axı Zət olacaq. waiters şəxs deyil. Bəli, şəxsdir. O kim Onda nə ki, olacaq? kim Biz ki, demişdik ki, Əgər- əgər söz, xeyr, 3 yox. Əgər demişdik ki, söz onu axırdadırsa nə olur? Hu olur, zət olur. Əgər özündən sonra gələn cümləmiz mübtəda ilə Əvəzliklə başlayırsa başlayır. boşluq olur. Amma burada mübtəda ilə başlamır, axı xəbərlə başlayır. 3 olmaz. Bəs Which beş ki niyə? canlı mübtədaya aid deyil. Which nə vaxt, hum nə vaxt ola bilərdi? Əgər sözünüz birbaşa yanında olsaydı, in hum olsaydı düz olardı. Amma belə olmaz. Bu təqdirdə olmaz. Düz niyəsin? Kimi idi soruşan? Başa düşdün? Hə, mən başa düşdüm. Kimsə yazıb ki, which niyə olmaz? Cansızlara aiddir də which ona görə olmaz. Mən Yəni çatı görmürəm. Ona görə zəhmət olmasa sualınız olanda açıb soruşarsınız. Ekranı paylaşmışam, niyə çat görünmür məndə? bəli biri yazıb ki, which niyə olmur? Yəni Which canlı canlıdır da, mübtəda bəli. işləmir. Axı waiter nədir? Afsiyant. Afsiyant canlı mübtədadır. Which olmaz. 36-ya baxaq. 36 şey. Deyir ki, onun həmişə səhər yeməyi yediyi. Haradakı deyə bilərik və-ya. Haradakı deyə bilərik də, nə ki deyə bilmərik. Ona görə nə Və olacaq? in which olar. In which-lə və-ya olacaq. In which zaten və-ya bərabər deyilmi? Aha, bəli. Baxaq başqa suala. Otuz ikiyə baxaq. Otuz ikini kim deyər? Mən avtobusa minə bilmədim. Hansı ki, orada insanlar çox idi. Onda nə Sərnişinlər olacaq? which olacaq da. olacaq. Təklikdə which olmayacaq axı, on which olacaq. 10 which olur. On which olur. Çünki mindiyim avtobus deyirsən. Avtobusa minəndə nə olur? 10. Bu tərəfdəki 10 sizi qarışdırmasın. Bir dənə 10 10 verib, which. o dəxlisi yoxdur ora. Necə? Get onda bas biri, o O 10 ora aid deyil axı. Ücə sən ikinci tərəf deyirsən. Hansında ki çoxlu sərnişinlər var idi. Hansı ki çoxlu sərnişinlər var idi demirsən axı. Deyirsən ki hansında ki. Onda olur on which. Cavab olur B variantı. Baxaq Zət nə başqasına. mənanı verirdi müəllim? Zət də hansı? Zət əgər canlıya aidsə kimi ki, kimə ki olur. Cansıza aidsə nəyi ki? Nəyi ki? Aslında biz dedik ki, zət bütün isimlərə aiddir. Həm canlıya, həm cansıza, həm heyvana əvəz eləyə bilər. Zət hər şeyə əvəz eləyə bilər. Hudan Bir başqa də hamısını əvəz huzdan edir. başqa, huzdan başqa, Huzdan, hə, kimindən huzdan. başqa. 31-ə baxaq. Cəmdə Baxın də deyə təkrar Bəli, çıxır. cəmdə deyə təkləri çıxırıq. B getdi, Y getdi. Burada nə var? O və Z var. O və Z nə ilə işlənir? orada dediyinə görə Zeus olur C variantı. Bəli, A da getdi. Ayaqqabıda cansız isim olduğuna görə hum var burada. D getdi, qaldı C variantı.
O tək dediyimiz nədir? Sildiyi müəllim birinci. O nəyə görə silmişdik? Oğuza Uza görə. görə. Ayaqqabılar cəmdədir axı. Sən bura Z Aha. yaza bilməzsən. Z-ləri çıxırıq. Tamam. Shoes ayaqqabı cansız olduğuna görə humu çıxdı. Hı -hı. O və Z O və olduğuna görə Z-də z'si çıxdı. Qaldı zos. Bir dənə C variantı. Baxaq başqasına. Z zislə işlənən hansı idi bəs? Z ilə işlənən right here. Hə, Burada. tamam. 17-yə baxaq. Baxın özündən sonra birbaşa nə gəlib? Xəbər gəlib. Xəbər Xəbər. gəlibsə bizim nəyimiz yoxdur? Mübtədamız yoxdur. Mübtədanı da nəyə əvəz eləyir? Hum. Bəli, who. Who əvəz eləyir. The people. Deyir ki, the people who missed the last train are waiting for another one. Deyir ki, qatarı qaçıran sərnişinlər digərini gözləyirdi. Digər qatarı gözləyirdi. 18-ə baxaq. Xəbərimiz nədədir? Daha doğrusu mübtədamız cəmdədir. Bu vardı. Cəmdə olduğuna görə, baxın, cəmdə olduğuna görə nələri çıxırıq? Xəbəri təkdə olanları çıxırıq. Rəhbər Yedidə Hamıları cavab. çıxırıq. A da çıxır, bəli, B də çıxır, B C də də çıxır. çıxır, C də D-də çıxır. with cansızla işlənir. D getdi, Bəli. qaldı Y variantı. Çıxdaşla işləyəndə çox asan olur. 20-yə baxaq. Burada həm də şey var, pronounun o bir hissəsi var. Azəs isimlə işlənməz, ona görə çıxır. Azəsdən sonra isim gəlmir. Və İsimimiz azə cəmdə olmaz. olduğuna görə ənazə çıxdı. C Jurnal da azədən sonra cansız demişdik isimdir deyə. ki, necə? Jurnal cansız isim olduğuna görə. A variantı A- düz gəlir də. Bəy A-dır. B-ni niyə çıxırıq bəs? Çünki vot deyə nisbə vəziyimiz da. yoxdur. B getdi, qaldı A variantı. Baxaq başqasına. 10. Ona baxaq. Diqqətlə baxın, tapacaqsınız. D variantı huz. D-dir, bəli. Bəli, niyə xus olur? Baxın, bunu demişdim ki, İsmin iki cür arasında. tapa bilərik. Ya iki ismin arasındadırsa, ya da ki buna apostrof S yazanda uyğun gəlirsə. Apostrof S yazanda uyğun gəlir. The woman's bag, qadının çantası. Olur nə? Çantasını Whose, kimin? Baxaq birinə də. 28-ə baxaq. Tu var. Sözünü var. Votu çıxdıq. Vot deyə nisbə vəzih yoxdur. D getdi, Y getdi, A getdi. B olmaz çünki with cansızla işləmir. B getdi, qalır C variantı. Variantlarla işləsəz tez taparsınız. 29 bəs. 10 var. 3 olacaq. 4'ü çıxırıq. Çünki biz when Bəli, deyə nisbə B yox. vəzih keçdik. Y getdi, B getdi. 105. 2, 3, 5. Baxaq. B olur. 29. 3 5'i kimdədir? 105 dedim müəllim. Bəli, 2 3 5'dir. D variantıdır. Çünki aktres nədir? Canlı Bəli. isimdir. Canlı isimdə nə ilə işlənir? Humla. Boşluğu niyə yazdıq? Çünki Ondan özündən sonra görə. gələn, bəli, V-yə görə yazdıq. Özündən sonra gələn cümləmiz mübtəda ilə başlayır. Hə. 32-yə baxaq. Cansız isim olduğuna görə Hunu çıxırıq. 3'lər çıxır. 3'lər Vot çıxılır. cansız A yoxdur. getdi, Y getdi. Vot deyə nisbə Y vəzii getdi. yoxdur. C getdi. 2, Nəyi 4, çıxırıq? 2, 4. 2 4. 5'i niyə C götürmürüz bəs? Orada deməli şey yox da. Özündən sonra A gələn yoxdur. cümlə Bəli. birbaşa xəbərlə başlayır. Bəli, ona görə 5 olmaz. Olacaq 2 ilə 4. B variantı. Form Birinə nə də deməkdir müəllim? Necə? Form mənası nədir?
Formalaşdırmaq, yaratmaq. Hə, tamam. 34. İsmimiz nədir? Cəmdir. Cəm olduğuna görə tək xəbərlərə çıxırıq. Evet. Were elə Əgər 2 tək 4 xəbərlərə çıxsaq cavab A verdik variantı. uşaqlar. 2 də çıxdı, 4 də çıxdı. 1-3. Niyə A variantı ki? Bəs ismimiz Cəmdədir axı. Cəmin xəbəri voz olar. Yox, hə, çaşdım. Qalır 1-dən 3. C variantı. Birinə də baxaq. 38-ə baxaq. 38. Ben onunla başlayırsam yola sual bilmiyorum. Necə? Əslində bunu keçməmişik. Bu sual cümləsi çok olacaq. iyi. Amma dərsdə demişdim ya, ancaq nədir offdan işlənən? Which Which. Bəli, which bir of you plays better? Hansınız daha yaxşı oyun? Mhm. 39'a baxaq. Burada həm də çünki yəli əvəzlikləri var. D Ayla variantımız var. Hüseyni çıxırıq. D variantı. C variantı. Yox, D Ayla D, Hüseyni D. çıxırıq. Müstəqil B əvəzlikdən olur. sonra isim gələr. A, C, Ben- D'ni D variantı. Bəli, A-nı, C-ni, D-ni çıxırıq. Niyə? Çünki özündən sonra isim gəlir. Eyni Mən cavab. demişdim ki, isim gəlirsə ancaq aslı yiyəlik haldır. Y də getdi. Qaldı nə? B. Çünki all qoysaydıq burada S olmalıdır. All pupils olmalıydı. Oldan sonra demişdik necə isim gəlir? Həm sayıla Cəm. bilən cəm, həm də sayıla bilməyən. Aydın oldu qayda hamıya. Bəli. Bəli. Dərsdə negativ sentensi yazmayan uşaqlar var hal-hazırda. Onların səhvlərinə baxaq. Mən yazmışdım, amma gələ bilmədim.